Keçmiş haqqında pəhpəhlə danışan insanlar əslində indiki zamanda xoşbəxt deyirlər və gələcəklə bağlı heç bir ümidləri yoxdur və ya planları yoxdur. Hər insanın həkimi elə özü olmalıdır. Amma insan özünü görmür axı. Sevgilisi atıb, xəyanət olub, sonra işdən qovulublar və s. Bunlar hamısı belə toplanır və indiki zamandan insanın enerjisi ora axır. Gözləyirik ki, bıçaq sümüyə dirənsin. Sonra da gedək xalatlara müraciət eləyək ki, gəlin bizi xilas eləyin. Bəs narahatçılığı bizə verən kimdir? Biz özümüz yanlış dünya görür. Axı içimizdədir o bizim. Düzəlməyib də. Siz tam yetişəndə o istədiyinizə çatacaqsınız. Hələ ki sizi döyürlər. Mənə də çox döyüblər. Biz düşünün ki, qartallarıq, gedib başımızı soxmuşuq hinə. Blok qoymayın bilgiyə. Bir şeyi qəbul eləmirsinizsə, bir şeyi hələ sizə çatmayıbsa, o demək deyil ki, o yoxdur. Toyuqsan gir hinüvədə.